Nərgiz xanım, əgər siz həyatınızı bir cümlə ilə imzalasaydınız, həmin cümlə nə olardı? Həmin cümlə dürüstlük. Deyir, bilmədiyin halda deyir, hansı yola getsən sənin üçün fərq etməz. Salam hörmətli izləyicilər, İmza Qadın verilişinin ilk buraxılışı efirdədir. Verilişimizin ilk qonağı Unibankın Daxili Audit Departamentinin direktoru, Daxili Audit İnstitutunun Azərbaycan nümayəndəliyinin idarə heyətinin üzvü Nərgiz Əliyevadır. Nərgiz xanım, xoş gəlmisiniz. Xoş gördürəm müəllim. Necə hiss edirsiniz özünüzü? Yaxşı hiss eləyirəm. Verilişiniz xeyirli uğurlu olsun. Maraqlı veriliş olacağına əminəm və xanımlarımıza çox motivasiya verici bir roliklərin olacağına da əminəm. Təşəkkür edirəm. Çox sağ olun dəvətimizi də qəbul etdiyinizə görə və İmza Qadın verilişinin ilk imzasını sizinlə atmış oluruq. Çox sağ olun, minnətdaram. Siz sağ olun. Nərgiz xanım, sizi hansı xüsusiyyətlər bu rəhbər vəzifəyə qədər gətirə bildi? Həm departament direktoru, idarə heyətinin üzvü, yəni institutun Azərbaycan nümayəndəliyində hansı xüsusiyyətlər olmalıdır ki, bu qadında bu rəhbər vəzifəyə qədər daşıya bilsin? Təkcə qadında deyil, bir çox xüsusiyyətləri, yəni bildiyimiz təhsil, ondan sonra təcrübə, bunları sadalamayacağam. Amma özümdə gördüyüm bir xüsusiyyət var idi, onu paylaşacağam. Mən daha çox gənc kadr olduğum zaman, ilk iş yerim olduğu zaman mən heç vaxt icraçı rolunu qəbul edə bilmirdim. Yəni icra edirdim. Təbii ki, mənə də müəyyən tapşırıqlar verilirdi. Mən onları icra edirdim. Amma o tapşırığı heç vaxt sadəcə o tapşırığı icra edim və bununla yetinim, o xüsusiyyətim olmayıb. Mənə hər zaman maraqlı idi. O tapşırıq məndən öncə hansı mərhələlərdən keçib, məndən sonra hansı mərhələyə gedəcək. Çox hər zaman sorğuluyurdum, rəhbərlərimi sorğuluyurdum, hətta iş yoldaşlarımı sorğuluyurdum, sən nə edirsən deyə, bu niyə görə belədir? Yəni, qısacası işin mahiyyətini anlamağa çalışırdım, nəinki onu icra edim və təhvil verim. İrəliyən illərdə isə tamamən bu mənim işim deyil, mən işimi gördüm, burada nöqtələdim, yanaşması olmayıb. Mənim hər zaman marağım var idi ki, o işin ən son nəticəsi nədir? Düşünürəm ki, yəni, əsas bu xüsusiyyət idi. Bəli. Mən həmişə deyirəm, əməkdaş iki cür olur, işçi iki cürdür də, yəni, icraçı var, yaradıcı var. İcraçı tapşırıq aldı, işini gördü, yaradıcı bir potensial qoyandı. Məncə də həmişə uğurun kökünə söykənən amildən biri bu insan yaradıcılığı olmalıdır. Bu yaradıcılıq insanı hansı nöqtələrə desən daşıya bilir. Məncə də o xüsusiyyət tam nöqtəyə vurdunuz ki, bəli, bu yaradıcılıqla hesabına mənim formalaşmamda rol alıbdır. Bəs ümumiyyətlə elə olub ki, Nərgiz xanım, siz deyəsiniz ki, mən bunu 100% bacaracağam dediyiniz iş olub və bu anı xatırlayırsınız ki, o nə iş olub ki, siz hədəf qoymusunuz, bunu 100% edəcəyəm və amma etmişsiniz də. Çox olub, amma ən birincisi universitetə daxil olarkən, mən universitetə daxil olduğum illərdə test sistemi daha yeni başlayırdı. Mən o test sisteminin 2-ci ilinə denk gəlmişdim, mənim universitetə qəbulum və hazırlıq, ondan sonra o testlərlə hazırlaşıb universitetə qəbul olmaq hər kəs üçün yeni idi. Bizi hazırlayan müəllimlər üçün də yeni idi. Müəyyən sağlıqla bağlı şəxsi çətinliklərim var idi. Ona görə çox qısa dönəmim var idi hazırlaşmaq üçün. Və istədiyim fakültədə orada say etibarı ilə çox az sayda tələbə alırdılar. Onu birinci yazmışdım və onu birinci yazdığıma görə hamı məni qınayırdı ki, niyə görə bunu birinci yazmısan, o qədər çətindir. Amma mən o birinci yeri çox yüksək balla qazanmışdım və o çox böyük bir nailiyyət idi. Yəni o nöqtədən bəri, yəni onu xatırlayıram. Sizdə artıq
inam formalaşdı ki, özünə inamın təməli qoyuldu da bir növ. Bəli, o kariyerdə. təməl idi. O həqiqətən də bir təməl idi. Ondan sonra da davam edirdi və bu cür imtahan olsun, hansısa vacib bir irəliləyiş olsun, o təməlini orada qoyulmuşdu. Nərgiz xanım, ümumiyyətlə bax dediniz, ilk olaraq hədəf qoydum ali məktəbə yüksək balla daxil olmaq. Bəs sizcə sizin formalaşmağınızda, yəni bugünkü Nərgiz xanım olmağınızda kimin rolu daha çoxdur? Özünüzün, ailənizin, müəllimin, yoxsa həyat özü formalaşdırıb Nərgiz xanım yaradıb? İlk öncə valideynlərim. Yəni çünki uşaqlıqdan bəri, yəni zaten uşaq doğulduğu zaman onu formalaşdıran ailəsi olur, o ailə mühiti olur. Doğru. Sevgi olur, dəstək olur. Yəni mənim valideynlərim bir mənalı olaraq ən başda gələn onlardır. Müəllimlər dediyiniz... Yəni valideyn hər zaman dəstəkləyib sizi. Hər zaman dəstəkləyib. Hər qərarınızı səhvinizlə, düzünüzlə arxanızda olub. Arxamda olub, bəli. Və ən əsası da odur ki, hansısa qərar verdiyim zaman müzakirə edəcəyim bir arxam olub. Onlarla daha çox atamla müzakirə elədiyim vaxtlar olub. Çox düzgün vurğuladınız. Səhv qərarım olsa da, yanlış olsa da hər zaman mənə deyirdi, arxandayım. O çox vacibdir. Xüsusən bir qadın üçün, xüsusən bir qız uşağı üçün, yəni gənc bir xanım üçün çox vacib amillərdən biridir. Amma tək o deyil. Müəllim dediniz, bəli, müəllimlərim çox olub, universitet olub, məktəb olub. Yaxşı müəllimlərim olub, amma desəz ki, iz buraxan yox. Yəni bu məqamda olmayıb. Amma bir təlimçi kimi formalaşmaqda ruhlandıran, ilham verən bir şəxs olub sayənizdə. Yəni o təlimçi olmağımda da çox böyük bir dəstəyiniz olub. Ondan başqa həyat. Dediyiniz həyat formalaşıb. Kim desə ki, həyat məni formalaşdırmayıb, məncə səhvdir. Çünki bizi formalaşdıran elə həyat olur. Biz bəzi şeyləri biz planlaşdıra bilərik. Amma hər şey planlaşdırdığımız kimi olmur. Ona görə həyat bizi formalaşdırır. Və deyirsiniz Nərgiz xanım, ümumiyyətlə təbii ki, hamı hər şey istəyə bilər. İstəmək ən rahat şeydir. Amma istək üçün məncə bir amilin biri bu istək üçün potensialın olmasıdır və ikinci mücadilənin olmasıdır da. Yəni həqiqətdə mən ən böyük niyə istəyirdim və əmin idim ki, siz çox uğurlu bir təlimçi olasınız. Niyə bu? Həm bu potensial var, həm mücadilə var, əzmkarlıq var. Ona görə də bizim üçün böyük bir şərəfdir həqiqətdə və sizlə də eyni zamanda eyni komandada təmsil olmaq özü də bir öz uğurumuzdur. Buna sevinirik. Nərgiz xanım, bəs ümumiyyətlə sizcə lider doğulurmu, yoxsa sonradan zaman onu lider yetişdirir? Yəni qanda olmalıdırmı, yoxsa şəraitdənmi yaranır? Elə bir sual verirsiniz. Bütün liderlik kurslarında, təlimlərdə bu sual, yəni zaten təlim formatında istər Nərgiz xanımın həyat təcrübəsində. Dediyim kimi, hər zaman bu sual irəli sürülür. Mən hesab edirəm ki, hər ikisi olmalıdır. İnsanın şəxsi keyfiyyətləri olur, dürüstlüyü olur, nə bilim, şəxsi dəyərləri olur, ədalətliyi olur, dediyiniz kimi mücadilə aparmaq ruhu olur. Onlar hamısı insanın şəxsi keyfiyyətləridir. Amma şəxsi keyfiyyət bizə strateji düşünmə, komandaların idarə edilməsi, nə bilim, ünsiyyətin qurulmasını, bunları hamısını öyrətmir. Yəni o bacarıqlar peşəkarcasına inkişaf etdirilməlidir. Zaten belə olmasa da dünyada bu liderliyə doğru olan eğitimlər, təhsillər və
proqramlar olmazdı. Elə barmaqla göstərib bu lider doğulub deyə deyərdik, belə də davam edərdi. O da doğrudur, o da məntiqlidir. Yəni hər ikisi məncə bir-birini dəstəkləyən faktorlardır. Çünki öyrəndiklərini tətbiq etməlisən. Tətbiq etmək üçün o şəxsi keyfiyyətlərin olmalıdır ki, mən bunu tətbiq etməliyəm, vərdişə çevirməliyəm. Ona görə düşünürəm ki, hər ikisi mütləqdir. Hər ikisi mütləq. O deyir bir gün auditdən soruşurlar ki, siz işdə nə iş görürsünüz? Deyir ki, başqalarının səhvini tapırıq. Deyir, bəs evdə nə iş görürsünüz? Deyir, evdə də eyni işi görürəm, amma sadəcə buna görə əmək haqqı almıram. İndi bunun timsalında Nərgiz xanım həmin xüsusiyyət evə də daşıyırmı? Evdə də audit kimi səhvlər tapırmı? İlk öncə onu deyim ki, audit təkcə səhv tapmır. Audit əslində inkişafa böyük bir töhfə verir. Yəni, amma audit ruhlu oldunmu, bəli, şəxsi həyata da bəzən daşınır. Yəni peşə həyata yansıyır. Peşə həyata yansıyır. Çünki evdə bəzi şeyləri görürsən, ya da gedirsən bir əyləncə yerinə, restorana. Bəzən elə fikir takılır adamın beynində, elə fikir keçir ki, özün-özünə deyirsən ki, heç yeridir bunun. Amma yenə risk yönümlü baxırsan, ondan sonra bunu necə nəzarət edirlər? Görəsən bu bilet oradan çıxanda o bileti kim yoxlayır? Ondan sonra da dönüb deyirsən ki, Nərgiz, tamam, yəni işdə deyirsən. Amma o qalır. Təbii ki, yəni hər bir peşə məncə belədir. Yəni yansıyır həyata. Yaxşı bir mövzuya toxundunuz. Əslində o balansı qorumaq lazımdır. Çünki bəzən iş həyatı və şəxsi yaşadığın həyat orada bir çəpər olmalıdır. Bəli, olmalıdır, mütləq olmalıdır. Mütləq qaydadır. Nərgiz xanım, bəs qadın rəhbər olmanın ən gözəl tərəfi nədir? Qadın olmaq. Ən gözəl tərəfi zaten budur. Qadın rəhbər olmaq, ilk öncə bu bir psixologiyadır. Yəni biz təbii ki, qadın və kişi yanaşmaları çox fərqlənir və bu, nə mən onu deyirəm, elm bunu deyir. Yəni bizim yanaşmalarımız fərqlidir. Rəhbər olmaq sırf qadın ya kişi, bunu da ayırmaq düzgün olmazdı. Çünki rəhbərin müəyyən vəzifələri var. Müəyyən rəhbər olaraq mövqeyini qorumağı var və tələblər dəyişmir. Sən nəticə etibarilə sən rəhbərsən. Amma qadın rəhbər olmaq, bəlkə qadınların empatiya duyğusu daha fərqlidir. Ondan sonra emosional yanaşması fərqlidir. Fərqliliyi var. Amma yenə də rəhbər olaraq, bu bilirsiniz necədir? Mən belə deyərdim, sürücü. Sürücü qadın oldu və ya kişi oldu. Tamam. Sürücü sürücüdür. Sürücünün məsuliyyəti var, sürücünün eyni qanuna tabeçiliyi var. Sürücü, zaten sürücü. Bizi ayırmırlar. Qadın sürücü ya da kişi sürücü. Sən eyni şəkildə məsuliyyət daşıyırsan. Amma qadın o nəqliyyat vasitəsini daha ehtiyatlı idarə edir deyə bilərik. Yəni statistika buna yönəlirdi. Bəlkə də rəhbərlik vəzifəsində, mövqeyində də bəlkə də eyni yanaşmanı demək olar. Biz eyni ilə rəhbəri, amma qadın yanaşması fərqli ola bilər. Bax bir məqam, əminəm ki, sizin bu karyeranızda 100% kişi rəhbərlər də olub, qadın rəhbərlər də olub. Və əminəm ki, bunu sən mi cavablayasınız ki, siz ən çox hansından öyrənmisiniz? Kişi rəhbərdən götürdüyünüz çoxdurmu, qadın rəhbərdən götürdüyünüz çoxu xüsusiyyətlər olubmu? Lider kimi hansını daha çox qəbullanmısınız? İlk öncə mənim karyerama başlamağıma təkan verən qadın olub. Qadın olub. Və o dövrlərdə mənim əslində yetərli qədər heç təcrübəm də yox idi. Və məndən çox daha təcrübəli kadrlar var idi. Amma mən bir-iki layihələrdə onunla işləmişəm və sırf mən deyərdim ki, sırf verdiyi qərar, hətta açıq dedim, mən səni tanıyıram, sənə etibar edirəm, səninlə çalışmaq istəyirəm. Onun mənə verdiyi bir dəyər var idi və imkan yaratmışdı. Və o imkanı dəyərləndirmişdim.
Növbəti illərdə xanım rəhbərlərim də olub və o xanım rəhbərdən öyrəndiklərim çoxdur. Müzakirələrimiz çox dərin müzakirələr olub. Hətta deyərdim ki, peşəkar olaraq formalaşmağıma çox böyük bir töhfəsi olub. Yəni dəstəyi çox idi və mən də öz növbəmdə çalışıram o dəstəyi digər xanımlara göstərim. Bəs elə karyeranızda elə bir nöqtələr olubmu ki, məhz qadın olduğunuza görə qarşıda əngəllər çıxıb və siz özünüzü daha çox sübut eləməyə məcbur qalıbsınız? Yəni mənim karyera yolumda bu şəxsən mənə görə bəlkə çalışdığım mühitdə o yanaşmalar yox idi. O da çox vacibdir, amma şəxsən özümdə olmayıb, amma digərlərində müşahidə etdiklərim olub. Yəni ki, audit olaraq o faktları müəyyən eləmisiniz. Bəli, təkcə audit deyil də olub, görmüşəm və o xanımlar daha çox mücadilə etməlidir ki, yəni həmin o sanki o vəzifədə xanım özünü doğrultmaq üçün daha çox mücadilə verir. Yəni gözləntilərimi daha çox yüksəlir, bilmirəm. Yəni qadın olduğu üçün gözləntimi daha çox alır, yoxsa qadın olduğu üçün bir sual mı bacaracaqmı? Niyə bacarmasın? Yəni onun peşəkar hazırlığı, təcrübəsi yetərlidirsə bacarmalıdır. Amma məncə gözləntilər daha çox. Məncə də gözlənti, bir də məsuliyyət tərəfi də ola bilir də. Bəzən də olur insan məsuliyyətdən özünü normadan da artıq çox məsuliyyətli hiss eləyəndə də daha çox lazımından da artıq mübarizə sərf edir. Məncə onun da rolu var. Yəni o da var. Eyni zamanda da deyək ki, stereotiplər də var. Stereotiplə mücadilə aparmaq çox çətindir. Çünki stereotip bir yanaşma tərzidir. Stereotip bir düşüncə tərzidir və ən çətin dəyişən olan da o stereotipdir. Yəni düşüncə tərzidir. Oturulmuş hansısa inanclardır və onlarla mücadilə aparmaq həqiqətən də çətindir və əminəm ki, xanımlar o stereotipləri qırmaq üçün əlavə ekstra mücadilə vermək məcburiyyətində qalır. Doğrudur. Bax, bir məqamda gəldi ağlıma ki, bax, məsəl üçün, qadın bir növ daha çox, belə deyək də, ailədə uşağı tərbiyə verən hambillik ki, daha çox qadındır. Qadını biz özümüz də təşviq edirik, motivasiya edirik, oxu, çalış, vuruş, karyera, belə, nə bilim, əziyyət çək. Bəs sizcə bunu təşviq edirik karyera. Burada ailə balansı pozulub. Məsələn, istər-istəməz enerjini iş alsa, karyera alsa, bu ailədə bir əngəl yaradıb. Növbəti nəsillərin formalaşmasında qadının əməyinin təsiri azalmır və o bir növ nəsilləri şikəst eləmirik sizcə? Stereotip düşüncə deyilmi buna deyərdim. Təbii ki, burada bəzi formalaşır ki, qadının əsas rolu ailəsi, uşaqlara tərbiyə vermək və s. Amma eyni zamanda da qadın tam 100% fokusunu orada verdiyi halda digər təşviq olunan tərəf necə olacaq? O qadın iş yolunda necə inkişaf edəcək? Deməli, biz burada nəyi görürük? Yəni, hər qadın balansı qoruya bilmir. Bəli, ona görə də xanımlara sual verdiniz ki, rəhbər vəzifəsində qadın olmaq, xanım olmaq. Rəhbər vəzifəsində olmaq başqa, amma bir xanımın o rəhbər vəzifəsinə gələn yolda onu dəstəkləmək o vacibdir. Yəni, o artıq o yolu keçməlidir. Biz bunu başa düşməliyik ki, xanımlar nəinki iş mühitində o mücadiləni verir. O evdə də o mücadiləni verir. Çünki onun digər məsuliyyətləri var. Və o məsuliyyətlər həyatda ən vacib olan övladlarına verdiyi, ailəsinə verdiyi bir energiyadır. Yəni, ona görə o yolu gəlmək üçün xanımlara dəstəyimiz daha artıq olmalıdır. Məncə də dəstək ümumiyyətlə əlbəttə vacib məsələdir. Çünki dəstək ələlxüsus
ailədə məsələn bir qadının uğur qazanmasında mənə görə kişinin dəstəyi çox vacib amildir. Əgər o dəstək olmazsa bir növ qadın iki cəhbə ilə vuruşmuş olur. Bir kişi zehniyyətindən vuruşmuş olur, bir də karyera ilə vuruşmuş olur. Yəni enerjinin tükənməyinə daha çox yol açır. Ona görə kişilərin məncə elə qadınların formalaşmağında, rəhbər kimi formalaşmağında dəstəksiz çətin məsələdir. Emosional stabillik, emosional olaraq stabil, emosional olaraq rahat olan xanımın əlində daha çox imkan yaranır. Çünki o həmin o işinə fokuslana bilir. Yəni o stresli qeyd etdiyiniz məqamlar, yəni o streslə işə gəlib, işə fokuslanma həqiqətən də çətindir. Yenə də bacarırıq, mən əminəm ki, bacarırıq. Amma o xanım tükənir. Təəssüf ki, o xanım tükənir. Ona görə o da ona dəstək vermək vacibdir və emosional olaraq stabilliyini qorumaq çox vacibdir. Doğrudur. Mən elə ətrafımda olan kollektiv mühitdə, iş mühitində və s. elə sizin timsalınızda daxil olmaqla, istər digər təlimçilərimiz olsun və s. xanım təlimçilərimiz, əslində hamısını analiz eləyəndə qənaətə gəldiyimiz budur ki, həqiqətdə uğurların əksəriyyətini evdə dəstəklənən kişinin dəstəyi olanlardır. Olmayanlar, amma potensiallı şəxslər də var ki, məsələn, təcrübədən deyirəm, görmüşəm ki, bu yaxşı təlimçi ola bilər. Çox yaxşı bir potensialı ola bilər, potensialı var, bunun yaxşı imkanları ola bilər, amma önünü kəsən ailə məsələləri var ki, bu səbəblər də var da. Hər şeyin bir konteksti olmalıdır. Yəni dediyim kimi heç bir şey özünə görə mövcud deyil. Hər bir mühitin, hər bir cəmiyyətin ənənələri fərqlidir, yanaşmaları fərqlidir, stereotipləri fərqlidir. Ona görə deyim ki, biz hansısa şablon gətirib ölkəmizə, cəmiyyətimizə deyək ki, bu şablonla işləməlidir. O da işləməyəcək. Çünki ölkənin, milli dəyərlərin, yanaşmaların öz xüsusiyyəti var. O balansı qorumaq çox vacibdir. Zaten həyat ağ-qaradır. Zaten həyat bir dəngə üzərində qurulandır. Yəni biz bugünkü gündə həm qeyd etdiyiniz dəstək, həm cəmiyyətimizdə olan qadına olan yanaşma, hörmət və qadından olan gözləntilər, qadının ailədə yüksək rolu və s. o dəyərlər qorunmaqla o xanımların peşəkar istiqamətində də inkişafını təmin etmək çox vacibdir. Çünki təhsili, eğitimi, ondan sonra peşəkar təcrübəsi olan xanımların da gələcək nəsilə ötürüləcək dəyərlər var. Doğrudur, tam razıyam. Əziz xanım, bəs rəhbər olmaq üçün sərt olmaq vacibdir, yoxsa ədalətli olmaq kifayətdir? Yəni sərtlik necə? Bəzən deyir ki, bir məqam var, deyirlər ki, müdir iclasa çağırırsa, hamı rəhbərin necə rəhbər olmağını ondan bilmək olar. Hamı iclasdan gülə-gülə çıxırmı, yoxsa hamı tələsik dəftərini götürüb qaçırmı? Bununla deyir rəhbəri müəyyən eləmək olar. Doğrudan da siz necə? Sərtlikmi, yoxsa necə? İlk öncə sərt və ya ədalətli olmağın alternativi yoxdur. Ədalət bir mənalı olaraq ədalətli olmaq lazım. Sərt olduğun zaman da ədalətli olmaq lazımdır. Nə dərəcədə hər adam qoruya bilər, o ayrı bir sualdır. Emosiyalarla vermir qərarı. Amma biz liderlikdən, rəhbər şəxslərdən danışırıqsa, təbii ki, o qət etmiş bir yol var və o mütəmadi olaraq dediyim kimi bəzi şeylər vərdişə çevrilməlidir. Biz hamımız iş yerinə gəlirik, o mühiti qorumaq lazımdır və sən evdəki gördüyün tərbiyələr, hər şey fərqli, hər kəs fərqli ailədən gəlir. O ki dedi sərt, bəli, bəzi nöqtələrdə sərt olmaq lazımdır. Çünki sən sərt olmadığın zaman nə olur? Sən çox
yaxşı bir rəhbər, sən komanda üçün çox həqiqətən də yaxşı mühit yaradan bir rəhbər olacaqsan, amma biz unutmamalıyıq ki, rəhbərin iş yerində məsuliyyətləri var, hədəfləri var və s. Yəni o hədəflərə çatmaq üçün bəli, bir nöqtə gəlir ki, qərar vericisən, o qərarı vermək məcburiyyətindəsən və o hədəflərə çatmalısan. İndi gəldik o hədəflərə necə çatırsan, komandanı necə idarə edirsən ya da komanda tək üzvünü necə idarə edirsən, yəni bax bu üç nöqtəni bir yerə birləşdirib o balansı tapmaq vacibdir. Çünki hansı birinə daha çox yönəlsən, digəri axsayır. Bəs sizcə sizin komanda sizi hansı xüsusiyyətinizə görə qiymətləndirir? Yəqin ki, mən belə düşünürəm. Geri dönüş eləyəndə soruşacağam təkrar, amma düşünürəm ki, onların potensialını görüb dəstəkləmək xüsusiyyətimi, onların fikirlərini və təşəbbüs göstərməklərinə köməklik göstərdiyim üçün. Yəni, mən hər zaman komandanın inkişafına doğru yönəlik bir insanam. Ona görə düşünürəm ki, insan iş yerində həm çalışdığı yerə töhfə verməlidir, amma eyni zamanda o çalışdığı yerdə də mütəmadi olaraq inkişafını görməlidir. Ona görə yəqin ki, onların inkişafına dəstək olduğum üçün dəyərləndirilmiş ola bilərəm. Mən də sizin o xüsusiyyətinizi tanıyıram. Hətta onun isbatı kimi deyirəm. Məsəl üçün, bizim digər bir təlimçinin, audit təlimçisinin yetişməyində necə onu dəstəkləməyiniz əyani şahidiyəm ki, o potensial doğrudan da sizdə var. Yol açansınız, paxıllıq çəkən deyilsiniz. Yəni, adam var ki, həqiqətdə çox paxıllıq çəkir, başqalarının uğurunu özündən qorxur, bəlkə də narahatdır ki, bəlkə bunun yaxşı yetişməyi mənim üçün təhlükə ola bilər. Bu, hər adamda olan xüsusiyyət deyil, Nərgiz. Əslində, bu paxıllıq adamı geri çəkən bir, məhv eləyən bir hissdir. Çünki niyə görə? O insan bütün energiyasını nəyə sərf edir? Digərlərini izləməklə, digərlərinin nailiyyətinə baxmaqla. Halbuki ona baxmayıb, o vaxtını özünə doğru yönəltsə, bəlkə baxdıqları insanlardan çox daha da uğurlu ola bilər. Problem ondadır ki, daha çox digərlərin inkişafını izləyəndən. Amma burada söhbətimizin başında dediniz, şəxsi keyfiyyətmi yoxsa bacarıqmı? Hər ikisi bir-birinə bağlı olan məsələlər. Belə bir deyim var, deyir, hər bir uğurun yolu uğursuzluqlardan keçir. Bəs heç olubmu ki, hansısa bir uğursuzluq sizin özünüzə inamınızı itirsin, şübhələndirsin? Yəni, özünüzdən, gücünüzdənmi, potensialınızdanmı şübhələnməyə başlamışsınız? Olub elə bir şeylər? Əlbəttə. Əlbəttə ki, olub. Yəni, daha sonra şübhəni nə eləmişsiniz? Potensialınıza mı, yoxsa bacarığınıza mı? Şübhə harada yaranıb? Şübhə yaranıb ki, yəni, uğursuzluq, daha çox şübhə yox, məni həvəsdən salmış olub. Ki, mən bunu bacarmadım. Amma ondan sonra da qısa müddətli olmalıdır. O sadəcə emosional bir qapanmadır. Çünki insan duyğu ilə yaşayan bir varlıqdır. Yəni, bu duyğularımız olmasa bizi fərqləndirən nə olacaq? O emosional anda təsirlənirdim. Müəyyən bir vaxtdan sonra o şübhə dediyinizə düşmədən təkrar yoluma davam etməyə çalışırdım. Çünki uğursuz olmadığın halda uğurun dəyərini bilmirsən, qiymətləndirə bilmirsən. Hardasa uğursuzluq, müəyyən səhvlərimiz var, amma onlara qapanmaqdansa daha çox onlardan dərs çıxartmaq lazımdır. Yəni, bir daha etməmək, daha yaxşı etmək. Zaten həyat davamlı olaraq nəyisə öyrənirsən. Hər gün nəyisə öyrənirik. Bəs ən çox hansı
uğrunuza görə belə qürur hissi keçirmisiniz də. Yəni özünüzlə fəxr eləmisiniz. Özümlə fəxr elədiyim bir məqam var və bu iş yerimdən, vəzifəmdən, hansısa mövqedə olmağımdan çox fərqli bir qürur hissidir. Mən bu günə qədər eşitdiyim sayənizdə bunu bacarmışam sözləri olub. Sayənizdə bura gəlib çatmışam. Nərgiz xanım, dəstəyiniz çox olub. Bu sözləri eşitmişəm və bu sözlər mənim ən böyük qürurum, ən böyük fəxrimdir. Niyə görə? Çünki sən daxildə nəyi başa düşürəm? Mən yalnız özüm üçün deyil, kiməsə dəstək olmuşam, onun yolunu işıqlandırmışam və ən böyük fəxrim budur və Doğrudan da fəxr olmasıdır. Bəli, əlbəttə bir insan onu eşidəndə o heç nə ilə müqayisə olunmayacaq, əvəz olunmayacaq və dəyəri ödənməyəcək bir hissdir ki, o hissi də işimə başa salamırsan. Yox, qətiyyən. Mümkün deyil də. Yəni o hissin izahı mümkün deyil ki, o ancaq nə bilim, istər müəllim olsun, istər rəhbər olsun. Yəni o elə bil yetişdirdiyin ağac bar verir və onun hissini heç kimə izah eləyə bilməzsən ki, o nə hissdir. O mümkün deyil. Yəni sözlə ifadəsi olmayandır. Tamamilə doğrudur. Çox ən böyük fəxrim odur. Çünki həqiqətən də o şəxslərin sosial şəbəkə dünyasıdır. Zaten hər kəs göz qabağındadır və onların nailiyyətlərini, onların inkişaf yolunu görəndə mən həqiqətən də içimdən çox sevinirəm və çox qürurlanıram. O var. Əla, möhtəşəm. Nərgiz xanım, bəs ümumiyyətlə hər bir xanım, hər bir qadın inkişaf etdirməli olduğu vacib bir xüsusiyyət hansıdır? Ki, o xüsusiyyət bütün qadın onu inkişaf etdirməlidir də. Yəni, xüsusiyyətmi deyək, bacarıq deyək də, xüsusiyyət deməyək buna. Hansı bir bacarığı mütləq qaydada xanımın hamısı inkişaf elətdirməlidir, ona mütləq lazım olasıdır. Emosional intellekt, emosional zəka. Çünki emosiyalar bizi tam fərqli yerlərə götürə bilər. Müsbət emosiya olsun, mənfi emosiya olsun. İlk öncə özünü başa düşmək, o deyir, özünə yönəlik. Öz emosiyalarını başa düşmək. Ondan sonra bu emosiyalar səni hansı davranışlara sürükləyir, aparır, onu başa düşmək. Və onu başa düşdükdən sonra ətrafdakılarının emosiyalarını qiymətləndirib emosional deyil. Çünki bizim insan olaraq ilk reaksiyamız emosional reaksiyadır. Biz emosiyasız yaşayan deyilik və o emosiyaları idarə etmə bacarığını təkmilləşdirmək vacibdir. Onları vərdişə çevirmək vacibdir. Ona görə düşünürəm ki, bu ana qədər danışdıqlarımızın hamısı varkən emosional zəka çox vacib. Nərgiz xanım, əgər siz həyatınızı bir cümlə ilə imzalasaydınız, həmin cümlə nə olardı? Həmin cümlə dürüstlük, tək söz, dürüst və dəyərlərinə sadiq qalmaq. Yəqin ki, belə. Bəs siz istəyirsiniz 20 il sonra Nərgiz xanımı hansı imzasına görə xatırlasınlar? Mövqe olaraq ya da verdiyim töhfələr nəticəsində o dəyərlərimlə, yanaşmalarımla iz qoya bilirəmsə, o imzanla, o izlə xatırlatsam mənim üçün xoş olacaq. Yəni paylaşmaqdır. Bilik olsun, dəstək olsun, hansısa məlumat olsun ya da yəni o yanaşmalarımla tanınmaq. İnşallah o cürdə xatırlanarsınız. Xatırlamaq yaxşı olar. Nərgiz xanım, son olaraq yekunlaşdırsaq verilişimizi və efir qarşısında bizi istəyən bir gənc xanıma Nərgiz xanımın sözü nə olar, tövsiyəsi nə olar? Bax, o sizə görə o xanım sizdən ibrət götürmək istəsə, yəni sizə görə nədən faydalansın? Bir çizgi filmi var idi. Yəni əsər üzərində olan çizgi filmidir.
Möcüzələr Dünyasında Alisa. Zaten bu çizgi filmi daha çox bəlkə təkcə uşaqlar üçün deyil. Yəni oradakı ifadələri oxuyanda bu yaşda bəlkə daha çox başa düşürsən, anlayırsan. Orada bir məqam var, deməli yol ayrıcıdır. Qız gəlir və deyir ki, pişik durub orada, deyir ki, bu yol hara gedir, bu yollar. Pişik də qayıdır, deyir ki, sən hara gedirsən ki? Deyir, bilmirəm. Deyir, bilmədiyin halda, deyir, hansı yola getsən sənin üçün fərq etməz. Yəni ona görə düşünürəm ki, ilk öncə hədəf olmalıdır. Yəni siz hara gedirsiniz? Onu bilmək lazımdır. Və onu başa düşmək lazımdır ki, o hara gedəcəyiniz yol, o uzun bir yol ola bilər. Qorxmayın, çəkinməyin. Uğursuz olduğunuz halda üzülməyin. Çünki onun arxasınca gələn bir uğur mütləq vardır. Yəni düşünürəm ki, onun üzərində getmək yaxşı olardı. İlhamlanacaq hər hansı bir mənbə varsa ondan faydalanın. Dəstəkdən çəkinməyin. Yəni bu məsələlər çox vacibdir və düşünürəm ki, hər bir xanım üçün dəyərli olardı. Çox sağ olun Nərgiz xanım. Səmimi, tam belə deyək də təcrübənizi, yanaşmanızı, biliklərinizi paylaşdığınız üçün təşəkkür edirik. Bu səmimi atmosfer yaratdığınız üçün bunun üçün ayrıca təşəkkür edirik. Əziz izləyicilər, İmza Qadın verilişinin sonuna gəldik. Növbəti verilişlərdə hansı qonaqlarımızı görmək istəyirsinizsə, kommentariyalarda qeyd eləyə bilərsiniz. Kanalımıza abunə olub şərh yazmağı unutmayın. Sağ olun, növbəti görüşlərə dək.